Değerli kardeşler, muhterem Müslümanlar, bugünkü hutbemizin mevzusu Allah Azze ve Celle'nin salih kullarının sıfatlarından olacaktır. Müminlerin sıfatlarından olacaktır. Özellikle Furkan suresinde Allah Azze ve Celle özünün has ve özel kulları hakkında bir surenin içerisinde bize haber vermiştir. Değerli kardeşler, Allah Azze ve Celle Furkan suresinde buyurur ki وَعِبَادُ الرَّحْمَنِ الَّذ۪ينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Allah Azze ve Celle buyurur ki Rahman'ın has özel kulları o kimselerdir ki onlar yeryüzünde gezdikleri zaman tevazu ile gezerler ve onlara cahiller onlarla hitap tuttukları zaman, hitap ettikleri zaman onlar cahillere salam deyip geçerler. Kardeşler, bu ayete fikir verin. Bu ayet-i kerimede Allah Azze ve Celle'nin birçok isimler olmasına bakmayarak bu ayette Er-Rahman isminden, sıfatından bize haber verdi. Yani Allah Azze ve Celle demedi ki Kahhar olan Allah'ın kulları, Cabbar olan Allah'ın kulları, lakin Allah Azze ve Celle Er-Rahman sıfatına izafet ederek buyurdu ki Rahman'ın kulları o kimselerdir ki. Neye göre burada Er-Rahman ismi zikrolundu? Burada alimler izah edip deyirler ki ilk növbədə bu kullar için bir şereftir. Ve aynı zamanda Allah Azze ve Celle Er-Rahman ismine izafet ederek bildirir ki bu kulları Allah Azze ve Celle onları rahmet etmiştir. Onlar Allah'ın rahmetinden kazanmışlar. Yani onlar artık cennetle müjdelenen kimselerdir. Bakın ayet-i kerimede Allah Azze ve Celle buyurdu ki Rahman'ın has ve özel kulları o kimselerdir ki onlar yeryüzünde gezerken tevazu ile gezerler. Kardeşler, Resulullah sallallahu aleyhi ve sellem gezdiği zaman Hazreti Ali deyir ki sanki bir tepeden aşağı inirmiş gibi süratli yeriyerdi. Yani insan edəcək bir tepeden aşağı indiği zaman ne kadar istese ki asla insin, lakin bunu bacarmır. Resulullah sallallahu aleyhi ve sellem bir tepeden aşağı inirmiş gibi yeriyerdi ve heç vaxt çiğinleri diş, burnu yukarıda gezmezdi. Birisi onu çağırdığı zaman arkadan başını değil, bütün bedeniyle ona söner, ona ihtiram ederdi. Hazreti Ebu Hureyre deyir ki, Allah ona razı olsun, Resulullah sallallahu aleyhi ve sellem gezdiği zaman biz ona yetişmekte çetinlik çekirdik. Bu da Allah Resulü'nün sıfatlarındandır ki, o tembel değildi ve bize bir örnekti. Ama çok teessüfler olsun ki, günümüzde insanlara örnek olabilecek bazı insanlar var ki, onlar hatta öz dolaplarını çıkaranda, giyindirende bile onlara yardım edirler, kömek edirler, giyindirirler. Halbuki onlar özleri bunu edebilirler. Hatta bazılarına su sizdirirler. Halbuki değerli kardeşler, bu Peygamber sallallahu aleyhi ve sellem'in sünnetinden değildir. Resulullah sallallahu aleyhi ve sellem bütün işlerini özü görerdi. Hatta Hazreti Ebu Bekir 60 yaşlarına geldikdə bir gün devesine binerken elindeki esası yere düşür. Onun esasını ona vermek istediklerinde Hazreti Ebu Bekir koymur. Bilirsiniz ki deveye minmek yani asan bir şey değil, vaxt talep edir. Hazreti Ebu Bekir devesinden özü enir ve gelir esasını özü götürür. Subhanallah. Bu da onu gösterir ki Müslümanların sıfatlarındandır ki tembel olmasınlar. Hatta Hazreti Ömer bir gün görür ki bir genç yolda giderken çok asta yeriyir. Sağa bakır, sola bakır, dayanır. Hazreti Ömer gelip deyir ki sana ne olup hastalanmışsan mı? Deyir xeyr, hastalanmamışam. Bu zaman Hazreti Ömer esasını ona vurup deyir ki o zaman şişmeyir. Yani bu Müslümanın sıfatlarından değildir. Veyahut da Resulullah Hazreti Ömer bir gün görür ki bir gençlerden biri namaz kılır, namaz kıldığı zaman boynunu yani karşıya eğir, çok həddini artıq eğir. Gedib namaz bittikten sonra deyir ki tevazu, huşu bunda değil, insanın kalbindedir. Bir daha böyle etme. Değerli kardeşler, Resulullah sallallahu aleyhi ve sellem bizim için örnektir. Dedi ki Allah Resulü sallallahu aleyhi ve sellem əməllərində, etdiklərində heç kəsdən yardım almazdı və yeridiyində belə çox, yəni qüvvətli yeriyərdi.
Və həmçinin bu ayətdə Uca Allah buyurur ki, Rahmanın xas və özəl qulları o kimsələrdir ki, onlar yer üzündə yeriyərkən təvazu ilə yeriyərlər. Baxın, təkəbbürlük göstərmək həqiqətən də böyük bir bəladır. Ərəblərin bir sözü var, deyir ki, Əl-mütəkəbbir kəsa'idil cəbəl, yəran nəsə sağira və yəravnəhu sağira. Təkəbbürlük göstərən bir kimsə, kibirli bir insan dağa qalxana bənzəyir. Sanki dağın üstünə qalxıb, orada insanları kiçik görür. Lakin unutduğu bir şey var ki, insanlar da aşağıdan onu kiçik görürlər. Bu təkəbbürlük dəyərli qardaşlar böyük bir bəladır. Hətta Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, qəlbində zərrə qədər təkəbbür olan, kibir olan bir kimsə cənnətə girməz deyir Rasulullah sallallahu aleyhi və səlləm. Bu da təkəbbürün nə qədər dəhşətli olduğunu göstərir. Qardaşlar, Allah Azze ve Celle bizə öz qullarından, özəl qullarının sifətlərini xəbər verir. Dedi ki, birinci sifət odur ki, onlar yeriyərkən yer üzündə təvazu ilə gəzərlər, təkəbbürlük göstərməzlər. Təkəbbürlük, qardaşlar, həqiqətən böyük bir fitnədir. Allah Azze ve Celle Quran-ı Kərimdə buyurur ki, وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا إِنَّكَ لَنْ تَخْرِقَ الْأَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُولًا. Yer üzündə təkəbbürlük göstərərək gəzmə. Sən nə yeri yara bilərsən, nə də boyun ilə dağları ötüb keçə bilərsən. Subhanallah. Baxın, başqa ayət-i kərimədə Allah Azze ve Celle Loğman əleyhissalamın öz övladına verdiyi nəsihəti bizə xəbər verir. Uca Allah buyurur ki, Loğman dedi ki, وَلَا تُسَعِرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا. Üzünü təkəbbürlük göstərərək insanlara sevirmə və yer üzündə təkəbbürlük edərək gəzmə. İnna Allah la yuhibbu kulla muhtalin fakhur. Allah Azze ve Celle her özünü beğenen, özünü öyen, özünden razı olanı sevmez. Vaqsid fi meşike vaqdud min savtik. İnde enkara asvat ila savtil hamir. Yeridiğin zaman yerişine orta yolu tut. Danıştığın zaman ise sesini alçalt. Həqiqətən ən pis, səslərin ən pisi uzun qulağın səsidir. Qardaşlar, bu ayətdə öyrəndik ki, Allahın xas qullarının, özəl qullarının səhvlərindən təvazu göstərək yerimək və cahillər onlara xitab etdikləri zaman onlara salam deyib keçmələridir. Sonra buyurur ki, Allah, onlara cahillər xitab etdiyi zaman onlara salam deyib keçərlər. Bu ayəti oxuduğumuzda biz bunu doğru anlamalıyıq. Bəziləri elə düşünə bilər ki, bu qulların sifətlərindəndirsə əgər, yəni zahirlərə salam deyib keçirsə, müxatab tutmursa, bu yanlışdır dəyərli qardaşlar. Nəyə görə? Ümumiyyətlə, cahillər kimdir? Biri var, şəriətdə bəzi elmlərdə insan cahil olsun, bu qınanılan bir şey deyil. İkinci bir cəhalət var ki, bu ən pisidir və bu qınanılır, bu da dində cəhalətdir. Necə? Haqqa qarşı gəlmək və Rəbbini tanımamaq dindən çıxmaqdır. Bütün bunlar cəhalət sayılır. Baxın, Əbu Cəhlin əsl adı Amr ibn Hişamdır. O, Məkkədə ən yaxşı yazıb oxuya bilənlərdən birisi idi. Hətta onun ləqəbi Əbul-Həkəm, yəni hikmətli bir insan idi. Hikmətin atası deyə adlanırdı. Lakin o, İslam dininə qarşı gəldiyi üçün, haqqa qarşı gəldiyi üçün Allah Resulü sallallahu aleyhi ve sellem ona bir ləqəb qoydur ki, o ləqəb da qiyamət gününə qədər elə xatırlanacaq tarixlərdə. Ona Əbu Cəhl deyə adını, ləqəbini qoydu. Yəni, cəhalətin atası, cəhalətin babası. Bu da onu göstərir ki, dəyərli qardaşlar, baxmayaraq ki, onlar cahil edirlər, lakin Resulullah sallallahu aleyhi ve sellem onları xitab edib, onların bir-bir evlərinə gedib onları dəvət edərdi. Burada ki, cahillikdən qəsd olunan dəyərli qardaşlar, o cahillərdir ki, onlar müsəlmanlara söz atırlar və Rahman olan Allahın özəl xas qullarının sifətlərindəndir ki, onlara cahillər söz atdıqları zaman onlara salam deyib keçərlər, müxatab olmazlar. Lakin burada bir şeyə diqqət edin, bizim şəriətimizdə əd-daruratul xamsa deyilir buna, yəni 5 zəruri bilinməsi gerəkən əsas prinsiplərdir. Bütün şər'i əhkamlar 5 dənə şeyi qorumaq üçün gəlmişdir, dəyərli qardaşlar. Quran-ı Kərimə baxsanız, alimlər deyirlər ki, bütün şər'i əhkamlar 5 şeyi qorumaq üçün gəlmişdir. Onlar biri dini qorunması üçündür. Cihad əmri bunun üçün məşruq olunmuşdur ki, din ayaqda qalsın. Sonra canın qorunması, qisas hökmüdür. Bu
kimi əhkamlardır ki, bunlar canın qorunması üçün məşğul olunmuşdur. Sonra ağlın qorunması, içkinin, yəni buna bənzər bütün sərxoş edici şeylərin də haram olunması insanın ağlının qorunması üçündür. Həmsinin hifzun nəsil, nəslin qorunması. Allah Azze ve Celle evliliği məşğul olmuşdur ki, nəsil qorunsun, zinanı haram etmiştir ki, nəsil qorunsun. Və həmsinin hifzul məl, malın qorunması. Değerli kardeşler, bu 5 tane şeye xələl gəlmədiyi sürəcə insan cahillerin o xitablarına baş koşmayabilir. Amma lakin əgər o cahil sənin dinine, sənin malıva, sənin canıva, sənin nəsliva, yəni ırzıva qarışırsa, ona söz deyirsə, bəli, onlara cavab verilməlidir. Bunun xaricində cahilləri xitab tutmamaq, Rahman olan Allah'ın özel kullarının sifətlərindəndir. Değerli kardeşler, dedi ki, bu ayette ilk önce Allah Azze ve Celle onun özel kullarının sıfatlarını zikrederken buyurdu ki, onlar yeryüzünde tevazu ile yeriyerler ve onlara cahiller söz attıkları zaman onlara salam deyip geçerler. Dedi ki, cahillerle hitap ettiğimiz zaman, cahilleri hitap tuttuğumuz zaman Müslümanlar gerek hikmetli olsunlar. Bakın, Allah Azze ve Celle bize Kur'an-ı Kerim'de haber verir. Buyurur ki, وَلَا تَسُبُّ الَّذ۪ينَ يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ فَيَسُبُّ اللّٰهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ. Uzun Allah hatta emredir. Buyurur ki, Allah'tan başka çağrılanlar, yalvarılanlara, Allah'tan başka ibadet edilenleri siz söyleyin. Yoksa onlar da düşmançılık ederek cahilliğinden Allah'a söylerler. Subhanallah. Buna fikte sedden lidari'a kadası denir. Yani biz günah şeylere aparacak bir emeller, vasıtalar varsa onun karşılığını almak lazımdır. Onun içindir ki bir insanı cahili kitap tutsan, eğer sen onun dinine olursa olsun, etikadine olursa olsun onu tahkir etsen, bil ki o susmayacak, o da onun dinini söyleyecektir. Ne de ki başka bir hadiste İmam Müslim rivayet edip der ki, inne min ekberil kebair. En büyük günahlardandır ki insan öz ata anasına lanet okusun. Sahabe dediler ki Allah'ın peygamberi, bir insan necə öz ata anasına lanet okuyabilir, təəccüb edirlər. Allah Resulü buyurur ki, o bir insanın atasını söyler, karşı taraf da onun atasını ve anasını söylemiş olar. Bu şekilde o insan öz valideynlerine lanet okunmuş, onları söylemiş olar. Subhanallah. Bakın, buradan da görürüz ki, sen sebep oldunsa o fiili sen etmiş kim olursan. Subhanallah. Ve haberlerde okumuştum ki, Dağıstanlı bir idmancı hansısa bölgeye gidip orada bütperestlerin bütünü görür ve ondan isteyeseydi tahkir edip onu. Tahkir ettikten sonra bu adam tutuplar hepsini eləmək istəyiblər. Lakin sonra çox çalışıblar, üzür istəyir insanlardan, onu bağışlayıblar. Bakın, hikmətsiz davranıblar. Yani biz insanlar Kur'an-ı Kerim okuduğumuzda görürük ki, İbrahim Aleyhisselam bütləri qırıbdı, bəli. Və sual çıxır, İbrahim Aleyhisselam bütləri nə üçün qırıbdı? Bütün bütləri qırdı, dağıtdı, bir dənə böyük bütdən başqa. O baltanı da onun boynundan asdı ki, bu vəsilə ilə insanlara doğru yolu sattırsın, onları dəvət etsin. Müzərrət olaraq bir insanı yəni, təhkir etmək, əgər orada sənin dəvət niyyətin yoxdursa, bu həvadır və bu bəzən də fitnələrə yol açar. Təsəvvürə gətirək, Birma dövləti zalim bir dövlətdir. Nə qədər müsəlmanların qanına giribdir. Bütpərəst bir dövlətdir. Orada bir müsəlman qalxıb onların bütlərini təhqir etsə, onu darmadağın etsə, bəlkə də o insana görə orada minlərlə, bəlkə də milyonlar insanın qanına girmiş olacaqlar. Yəni müsəlmanlar gərək hikmətli olmalıdırlar, dəyərli qardaşlar. Dedi ki, Allah Azze ve Celle bize Rahman olan Allah'ın özel kullarının hakkında haber verirdi. Buyurdu ki onlar cahiller, onlara hitap ettikleri zaman onlara salam deyip geçerler. Kardeşler, hakikaten de bizim milletimiz, bizim cemaatimiz, ülkemizde şu an yaşayan insanlar davete ihtiyacı olan insanlardır. Allah hamdolsun burada olan insanlar istəsələr də əgər bugün burada değil, istədikləri günah məclislərində otura bilərlər. Lakin Allah hamdolsun ki bizi buraya gətirən bizim imanımızdır. Biz haqqı bilirik. Qardaşlar, biz müsəlmanlar paxıl olmalı deyilik. Yəni biz haqqı biliriksə, bu haqqı da mütləq insanlara çatdırmalıyıq. Bu dəvət işi sadəcə məscidlərdə imamların işi deyil.
və yaxud da xüsusi insanların işi deyil. Bu dəvət hər bir müsəlmanın üzərinə düşür qardaşlar. Hər bir müsəlman öz qohumlarını, qonşularını, sevdiklərini xəbərdar edib onları dəvət etməlidir. Təsəvvürünüzə gətirin ki, sizin ən sevdiyiniz insan bir uçurumun kənarında dayanıbdır. Siz nə edirsiniz? Mütləq onu xəbərdar edib onu qurtararsınız orada. Eyni şəkildə də o uçurumdan da daha şiddətli olan bir şey vardır ki, insanlar qəflətədirlər. Bəzən insanlar bunun fərqinə varmırlar. Bizim üzərinə düşən dəyərli qardaşlar, həm əxlaqi yöndən, həm muamələdə o insanları dəvət etməyimizdir. Baxın qardaşlar, dedik ki, Allah Azze ve Celle Rahman olan, öz Rahman sıfatına izafət edərək, özel qulların sıfatlarını bizə xəbər verdi. Və sonra Allah buyurur ki, وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا Rahman olan Allah'ın özel qullarının sıfatlarından odur ki, onlar o kimsələr gecələri səcdə və qiyam ilə kesirərlər. Gecələrini səcdə edərək, qiyam edərək kesirərlər. Baxın, biz bilirik ki, bunlar artıq nafilə ibadətlərdir. Qüdsi hədisdə Allah Azze ve Celle buyurur ki, وَمَا تَقَرَّبَ إِلَيَّ عَبْدِي بِشَيْءٍ أَحَبَّ إِلَيَّ مِمَّا افْتَرَضْتُ عَلَيْهِ Qulum mənə, mənim ona fərz etdiyim ibadətlərdən başqa heç bir şey ilə yaxınlaşmaz. Əgər bunları etdikdən sonra nafilə ibadətləri edərsə, mən onu sevərəm və mən onun eşidən, qulağı, görən, gözü tutan ələ olaram. Mənə sığındım, onu qoruyaram, məndən bir şey istədimi, onun duasını qəbul edərəm deyir. Baxın qardaşlar, demək ki, fərz ibadətlər qala-qala insanlar dünyada nə qədər xeyir işlər görürsə görsün, onu qurtarmaz. Demək ki, Allaha yaxınlaşmaq üçün ilk növbədə Allahın fərz etdiyi ibadətlərdən başlamaq lazımdır. Amma yenə də müsəlmanlar hikmətli olmalıdır. Ola bilsin ki, bir insan fərz ibadətləri etmir. Lakin nafilə ibadətlərə meyli vardır, ondan başlayır. Bu sevindirici haldır. Nəyə görə? Çünki ümid edilir ki, o insan gələcəkdə Allahın fərz etdiyi ibadətlərə də başlasın. Dedik ki, qardaşlar, Allah buyurur ki, o Rahmanın xas və özəl qulların sifətlərindən onlar gecələri səcdə və qiyam ilə keçirərlər. وَالَّذِينَ إِذَا أَنْفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا O Rahman olan Allahın özəl qulların sifətlərindəndir ki, onlar infaq etdikləri zaman, xərclədikləri zaman nə israf edərlər, nə də ki, paxıl olarlar, xəssər olarlar. Bu iki arasında yol tutub gedərlər. Baxın, bir hədis var, İmam Əhməd bunu rəvayət edir, deyir ki, Allah Resulü buyurdu ki, axar sayın yanında olsan belə, orada israf etmə. Baxın, onsuz sayı axıb gedir. Düzdür, bu hədisin səhhətində alimlər bu hədisin zəif olduğunu deyiblər. Amma lakin alimlər bu hədisin mənasının səhih olduğunu da qeyd ediblər. Mənası doğrudur. Müsəlmanlar israfa da önəm verməlidirlər. Nəyə görə? İsrafın bəzən həddini biz bilmirik. İsraf, qardaşlar, lüzumu olmayan şeylərə xərclənməsidir. Əgər lüzum yoxdursa, ehtiyac yoxdursa, onu oraya verirsənsə, bu artıq israf sayılır. Bəzən şeytan insanlara israf yönə də yaxınlaşıb deyə bilər ki, Allah üçün, yəni sən israf etmə, malığın çoxunu xərcləmə, bu israf sayılır deyə bilər. Lakin bu şeytandandır, dəyərli qardaşlar. Sonra Allah buyurur ki, وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَهًا آخَرَ O qullar ki, o kimsələr ki, onlar Allahla bərabər heç kəsə dua etməzlər, onlara çağırmazlar. وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ إِلَّا بِالْحَقِّ Və Allahın haram etdiyi nəfsi, canı haqsız yerə qıymazlar, öldürməzlər. وَلَا يَزْنُونَ Və onlar zina etməzlər. وَمَنْ يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا Kim bunları edərsə, o günahların, o əzaba düçar olar. يُضَاعَفْ لَهُ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ Qiyamət günü onların əzabları artırılar, qat-qat artırılar. وَيُخْلَدْ فِيهِ مُهَانًا Və orada zəlil olaraq qalarlar, əbədi qalarlar. İllə mən təbə və əmələ və amilə salihə O kimsələr ki, tövbə edib, əməli salihlər görüb, o kimsələrdən başqa فَأُولَٰئِكَ يُبَدِّلُ اللّٰهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ Bax, Allah Azze ve Celle onların günahlarını, pisliklərini savaba sevər. وَكَانَ اللّٰهُ غَفُورًا رَحِيمًا Bu ayəti biz burada bu surenin tam olarak okuyabilməyəcəyik. Çünki bu Furqan suresinin 63-cü ayəsindən sonuna qədər Allah Azze ve Celle o özel qulların sifətlərindən danışır.
Kim əgər istəyirsə bu surəni tam olaraq oxusun. Çünki burada vaxtımız yetməyəcəkdir və Allah Azze və Celle bizə bu surədə 10 dənə sifətləri zikr edir. Və sonda qardaşlar bir ayət oxuyacağım ki, bu ayətdə bu Furqan surəsində Uca Allah bizə xəbər verir və bu çox önəmlidir. Uca Allah buyurur ki: "Vəllezîne izâ zukkiru bi âyâti rabbihim lem yexirru aleyhâ summan və umyâna." O kimsələr ki, onlara Allahın ayələri, Rəblərinin ayələri xatırlandığı zaman ona qarşı kar və kör davranmazlar. Subhanallah. Bəzən insanda görürsən ki, onlar xəbərdar edici ayətləri eşidirlər, oxuyurlar, bir qulağından geri digərini asılır. Allah Azze və Celle bizi bunlardan etməsin.